Mesela Baksel'də narazıyam da. Kontur çıxırlar. Mesela konturu yükləyirsən, mesela bir manatda deyək ki, yükləmişəm, 90 qəpik yüklənir. Azərseldə bu olmur. Yəni yalan niyə deyim, Azərsel də işlədirəm, Baksel də işlədirəm. Azərseldə olmur. Amma Bakseldə bir manatda vuran mesela 90 qəpik yüklənir. Nə deyək, oğurluq eləyirlər də. İstifadə etdiyim mobil operator Azərseldir, Bakseldir, Nardır. Hamısından ayda 2 manat pul çıxarılır. Qanunsuz pul çıxardırlar. Buna görə də əlbəttə ki, mən çox narazıyam. Necə ola bilər bu? Birbaşa vətəndaşı mənim cibimə girirlər, mənim haqqıma girirlər. Xeyr ola mənim 2 manatım orada qalmalıdır ki. Eşitmişəm bu haqda, hətta məndə də bir dəfə olub, amma Baksellə əlaqəli olmadığını düşünürəm. Hal-hazırda nar istifadəçiyəm, çox razıyam. Azərsel nömrəm də var, Azərsel elə bir ikinci planda qalıb, hələ ki ona müraciət eləmirəm, ona görə ki, biraz tarifləri bahadır. Əgər hansısa bir şirkət, özəl şirkətlər onu eləyirsə, o 100% dələduzluqdur. Azərseldir. Gəncim olub da öz-özünü eləyib. Mən eləməmişəm, mənim başım çıxmır elə şeylərdən. 1 manat 60 qəpik pul çıxırlar ki, nəsə yeniləndi orada. Bir də şeydən çıxırlar, nardan 60 qəpikdir, nə qədədir. Belə bir halda razı deyiləm ki, mən bilmədiyim halda qoşulub megabayt çıxır, yəni 2 manat kontur çıxır bir ay ərzində, 250 megabayt yəni çıxır konturdan. Sadəcə olaraq ki, onu nə dayandıra bilmirsən, nə yeniləyə bilmirsən də. Yəni kontur vurdun, çıxır ona, yenilənir avtomatik olaraq. Azərseldən nömrədən. Açıq danışsam, heç razı deyiləm. Nara keçmək istəyirəm ki. Öz-özünə pullar çıxır. Bilmirəm niyə, yazıram, cavab yoxdur ya da yığıram. Bir şey deyirlər ki, həll eləyəcək, amma olmur.